Gəldik Şahla Beauty Centrə, yəni mərkəzə. Burada Şahla xanım bizi bir balaca formaya mindirsin, bəzəsini düzəlsin, sonra yola salsın gedək. Gəlin gedək. Gedək o zaman. Selamun aleyküm. Xoş gördük. Xoş gördük Şahla xanım. Necəsiz? İş başındasınız yenə də həmişəki kimi. Maşallah, gözəlləşdirə gedirsiniz. Siz də xoş gördük. Çox sağ olun. Siz də xoş gəlmisiniz bizim dəyişilməz ünvanımıza. Məşhurların əksəriyyəti ilə Şəhla xanım seçir. Bəli, əlləri qızıl, xariqələr yaradan Şəhla xanım canımız, gözümüz, illərdir müraciət etdiyimiz gözəlimiz. Təşəkkür edirik sizə. Bu günləri Samira Yusuf qızının bir günü çəkirik. Bəli, Samira xanım da xoş gördük, salamlayırıq. İllərin sənətkarı, bizim yaşımız qədər onun, biz heç nə deyə bilmərik, onun yanında mahnı oxumaq da belə qəbahətdir. Çünki sənətkardır. Bəli, sənətkardır. Elnarə Əlvinin bu sənətdə rəqibi kimdir? Mən yaşlılarım arasında görmürəm rəqib. Görmürəm özüm. Bəs, belə deyərdim, bu günə qədər sənətinizə nə qədər pul xərcləmişsiniz? Mən deyərdim, bir maşın, bir evin pulu xərcləmişəm. Peşmansınız buna görə, yoxsa? Peşmançılıqlarım var, bəli. Çünki bəzi müəyyən səbəblər vardır ki, ona artıq pul xərclənib. Elnarə xanım, indi müğənni olmaq üçün nə lazımdır? İndi müğənni olmaq üçün, belə deyək də, onlara asan gəlir. Yəni, müğənni oldum, mən də hazıram, gedim bir-iki mahnı oxuyum. Amma mən 25 ilimi vermişəm bu sənətə. 25 il oxuya gəlib bu yerə çatmışam, müxtələşmişəm. Üzərimdə işləyə, yəni artıq belə professional bir müğənni olmuşam. Son dövrlər müğənni Əlikan Bayramovla aranızda söz-söhbətlər var, qalmaqallar var. Mən belə bir insan tanımıram və tanımaq da istəmirəm. Xahiş edirəm, tanışmaq o barədə. Yəni, tanıdığınıza peşman olursunuz. Bir dəqiqə saxla. Mən sizə dedim, axı, bu mövzu barədə danışmaq istəmirəm. Həm sənət, həm ailə bu çətin məsələdir indiki dövrdə. Və sizin çətinlikləriniz olurmu? Məsələn, ailədə sizin işlərinizə qarışsınlar. Xeyr, məhdudiyyət yoxdur. Çünki mənim zaten xasiyyətimi bilirlər ki, yəni harda necə davranmaq, harda necə danışmaq lazımdır. Ona görə məhdudiyyət yoxdur, amma o ki qaldı ailə ilə iş, çatdırıram, şükürlər olsun. Ən son klipiniz hansıdır? Ki, yanır ürəyimdir, bir də başınadır. Neçə min pul xərclədiniz bax bu kliplərə? Bildiyiniz kimi, yəni klip sarıdan belə dedim, mən maliyyə cəhətdən koruq çəkmirəm, zaten bilirsizlər. Amma bəzi şeylər var ki, onlara pul xərclənib. Mahnı almaq. Bir mahnı zaten 3000-5000 arası tutur. Sonra məkandır, geyimlərdir, salondur. Onlar da bir gəlir, 6-7 min arası gəlir, çıxır. Yarım canım benim ömrüm, hoş gelmişsen kalbime. Her gün aşıkinem ben, senin başına dönüm. Yarım canım benim ömrüm, hoş gelmişsen kalbime. Her gün aşıkinem ben, senin başına dönüm. Yarım başına dönüm, senin başına dönüm. Bu günə qədər bir çox məşhurların işbirliyi eləmişsiniz, maşallah olsun. Bir çox məşhurlarımızı bəzəmişsiniz. Bəli. Maraqlıdır, Samira Yusuf qızının kaprizləri varmı? Yoxdur, yox. Hər dəfə gələndə hər şeyi mənə buraxır. Şəhla xanım, mənə necə yaraşır elə. Fərqli elə. Bir-birinə makyajlar oxşamasın. Fərqli olsun. Bəli. Rəng çalarlarını. Bir-birinə uyuşturur. Gözəl uyuşturur. Çox. Şəhla xanımın işi doğrudan özü kimi həm zərifdir, amma həm də dolğundur. Baxırsan ki, üzündə iş nə yoxdur, amma hər şey var. Hər şey eləyir də insana. Özü də çox
qalıcı olur. 3 gün ərzində Yumasın, makiyaj yumasın getmir. Qəti. Yatırsan da, yemək də yeyirsən, maşallah olsun. Əli çox gözəldir. İşi Çox sağ ol. özü kimi işi də möhtəşəmdir. Çox sağ ol, sağ ol. Əziz tamaşaçılar, bildirmək istəyirəm ki, Şəhla xanım müğənni Aynur Dadaşovanın xalasıdır. Çox. Bildiyim qədərilə Bəli. Aynur Dadaşova ilə yaxında yeni bir layihələr İnşallah. təqdim edəcəklər. İnşallah. Dəfələrlə olub ki, demişəm mən Şəhla xanım misal üçün ayda mən sabah çəkilişə gedəcəm ya misal üçün mühüm bir məclisə gedəcəyəm. Şəhla xanım pul o qışqırıb üstümə ki, utanmırsan sən pul nədir deyirsən. Gəl mən səni pulsuz eləyəcəyəm. Heç bir şey ehtiyac yoxdur. Mən utanmışam ki, çünki bu insan material işlədir, yəni onlara pulla alır, havayı şey yoxdur. Amma sağ olsun Allah haqqı ürəyi çox genişdir. Çox genişdir. Yəni tək mənə yox. Çox insanlara Şəhla xanım həmişə dəstək olur. Yekunlaşdırdıq. Razı qaldınızmı yeni? Çox razı qaldım. İnşallah hamının əllərinə sağlıq. Maşallah elə bizi izləyənlər də görürlər ki, dəyişiklik maşallah nə qədər oldu. Həm makiyaj, həm saç sağ olsun. Təşəkkür eləyirəm. Sağ ol, sağ ol. Gözəl qızımıza da təşəkkür eləyirəm dırnağımıza görə və bu Şəhla Beauty Mərkəz xanımlar sizlərin hər zaman qulluğundadır və inanın ki, Şəhla xanımın doğrudan da əlləri qızıldır. Halal Çox olsun. sağ ol, sağ ol. Təşəkkür eləyirəm. Çox sağ olun. Təşəkkür edirəm mən də sizə Şəhla sağ ol. xanım. İşləriniz hər zaman bol olsun. Amin sağ ol, inşallah. sizlə Bahir. Çox Amin. sağ ol. Amin. Uğurlarınız İnşallah. var olsun. Sağ olun. Biz Sağ ol, gedək. sağ ol.